Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Gülay Zeynallı paylaşımı ilə diqqət çəkdi. Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. Bil Aza xəbər verir ki, müğənni Instagram hesabında yeni fotosunu paylaşıb. Fotoda Gülayın gözəlliyi və libası ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyənin tərif gəlib. İsraildə fəaliyyət göstərən Stardust startapı yer səthində istiliyi azaltmaq məqsədilə günəşin parlaqlığını süni şəkildə zəiflətməyi planlaşdırır. Məlumatı New Yorkerə yayıb. Startap vulkan püskürmələrini təqlid edən üsuldan istifadə etməyi düşünür. Bu texnologiyada xüsusi hissəciklər buludların üzərinə səpələnərək günəş şüalarının bir qismini kosmosa əks etdirəcək və nəticədə yer səthində istilik azalacaq. Bu proses günəş işığının əks etdirilməsi texnologiyası və ya geomühəndislik adlanır. Alimlər bunu iqlim dəyişikliyinə qarşı potensial həll yolu kimi görürlər, lakin bir çox mütəxəssis bu addımı təhlükəli hesab edir.